Bismillah və salatu və salamu alə Rasulillah, əmmə bə'd. Bu dünyada yaşadıqca görürsən ki, fitnələr olur, çətinliklər olur. Çünki bu dünya imtihan dünyasıdır, ağırdır. Elə bilmə ki, bu dünyada hər şey rahatdır. Amma rahatlıq, əbədi həyat bizim axirətdədir və Allah Teala da bu dünyanı gəlib keçən ölüm adlandırdı. Yəni ölüm sondur. Amma Allah Teala axirəti həyat adlandırdı. Yəni əbədi həyat olduğuna görə. Və həmçinin bu həyatda yaşayanda dediyim kimi insanlar tərəfindən sənə əziyyətlər olur, çətinliklər olur, yəni imtahandır. Və xüsusən də yaxın insanların sənə verdiyi əziyyətlərə səbirli olmalısın. Və bilirsiniz ki, çoxlu hədislər var bu barədə ki, qəriblər olacaq son zamanda, axır zamanda. Qəriblər o kəslərdir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, İslam qəriblərlə başladı, yəni az bir haqq üzərində olan insanlarla başladı, sonra yayıldı və sonra qəriblərlə də qurtaracaqdır. Yəni, həmin o əvvəlki dövr, axırki dövr, əvvəlki dövrə qayıdacaq yenə. Və xoş olsun o qəriblərin halına. O qəriblər kimlərdir? Soruşanda Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, onlar, yəni yoluna azanlar insanlar, yəni çoxlu insanlar arasında haqq yolda olanlardır. Yoluna azmış çoxlu insanların arasında olan, yəni az insanlardır. Və başqa bir rivayətdə gəlir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, onlar o kəslərdir ki, insanlar mənim yolumdan uzaqlaşanda, sünnəmdən uzaqlaşanda, onlar o yolda olacaqlar və ona dəvət edəcəklər. Yəni, qəriblər bunlardır. Və həmçinin insana daha çox ən yaxınları əziyyət verir. Və ona görə də İmam Əl-Əcuri rəhmətullahi aleyhi deyir ki, mən əhəbbə ən yəbluğa məratibel quraba fəlyəsbir alə cəfə əbəveyhi və zəvcətihi və ixvanihi və qurabətihi. Deyir, kim istəyirsə, sevirsə ki, qəriblər dərəcəsinə qalxsın, o dərəcəyə çatsın, onda valideynlərin cəfasına səbir etsin, zövcəsinin, yəni həyat yoldaşının cəfasına, yəni səbir etsin, qardaşlarının cəfasına səbir etsin, yaxınlarının, qohumlarının, yəni əziyyətlərinə səbir etsin. Və birinci, yəni valideyn adama əziyyət vermir. Əlbəttə, valideynin üzünə qayıtmaq olmaz və onun haqqını pozmaq olmaz. Həm onun haqqında durmaq çox çətindir. Çünki belə demək olmaz. Yəni, iki hərfdən ibarət bir sözdür. Təsəvvür edin ki, bunu demək olmazsa, gör onların haqqları nə qədər ağırdır. Yəni, onların haqqlarını yerinə gətirmək çox çətindir. Amma ona görə səbir eləyəsən. Əgər sən doğrudan da mömin olmaq istəyirsənsə, doğrudan da o böyük dərəcəyə çatmaq istəyirsənsə, sən gərək səbirli olasan. Və həyat yoldaşın. Yəni, həyat yoldaşı həyatdasan, uzun ömür yaşayırsan, biz ona kimi. Yəni, 5 günlük, 3 günlük belə bir şey yoxdur. Yəni, sən artıq Allahın adından halal görüb, yəni, ailə qurursansa, əlbəttə ailədə problemlər olur, söhbət olur, gərək sən buna səbir edəsən. Sıxıntılar olur, çətinliklər olur, problemlər olur və ona səbir eləməlisən. Və həmçinin, qardaşlar, həm doğma qardaşlar, həm onunla qardaşlar, yəni, onlar yaxın insanlardır sənə, onlar da sənə əziyyət verirlər. Onlara da səbir eləməlisən. O dərəcəyə çatırsan və həmçinin qohumlar. Çünki daim sənə həmişə yaxın olan adamlar, həmişə ünsiyyətdə olduğun və yaxın olan adamlar həmişə sənə əziyyət verir. Bu, onu göstərir ki, əgər möminsənsə, sən doğrudan da haqq yoldasansa, bunlar sənə imtihandır. Və kim deyir, o dərəcəyə çatmaq istəyirsə, səbir eləsin. Onlar bilirlər. Biz ona görə də həmişə keçmiş dövrdə, onlar necə başa düşüblərsə Quranı və onların dedikləri daha düzgündür. Onların yolunu getməyi çalışmaq lazımdır. Düzdür, biz onlar kimi ola bilmərik. Onlar bizdən əvvəlkilərdir. Əvvəlkilər həmişə xeyirli olur. Allah onlardan razı olsun. Allah onlara rəhmət eləsin. Allah Teala onları ucatsın. Və qəlbimizdə onlara qarşı heç vaxt kin olmamalıdır. Xüsusən də sahabələr. Və keçmişdə möminlər, alimlər, böyük dinə xidmət edən adamların hamısına hörmətlə yanaşmalıdır.
ehtiramla yanaşmalıyıq onlara. Adları gələndə həmişə, məsələn, onlar bizdən əvvəlki qardaşlarımız idi. Onların da xatası ola bilər, bəni adəmdirlər. Amma onları xatırlamaq, onları gözdən salmaq heç vaxt olmaz. Həmişə onları nədir, tərifləmək lazımdır, öymək lazımdır və nümunə göstərmək lazımdır. Həqiqətən də gördüyünüz kimi, İmam Əl-Əcuri böyük alimlərdəndir. Dediyi söz göl nə qədər gözəldir. İnsanı nə qədər, yəni haqqa doğru, yəni sövq eləyir. Ona görə də inşallah biz də çalışaq ki, Allah Taala'nın razılığını qazanmaq üçün, yəni qəriblər niyə görə onu eləyirlər? Bunlar niyə görə səbr eləyirlər? Çünki axirət var, hesab var. Yəni oraya kimi səbr eləmək lazım. Haraya kimi Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, sonra səbr zamanı gələcək. Yəni axır zamanda. Hər bir şey gərək səbirlə. Ha vaxta kimi, dedi, hovuzumda mənimlə görüşənə kimi. Ora kimi. Allah bizi qorusun, Allah bizi sabit eləsin. Allah atalarımızı, analarımızı bağışlasın. Allah Teala, yəni atalar, analar deyəndə atanın atası, onun atası, bunlar hamısı gedir. Ananın anası, yəni bunlar hamısı gedir. Yəni o, deyəndə atalarımız, analarımız, nənələr də ora daxil olur, babalar da daxil olur. Və Allah Teala bizim qəlblərimizi kindən, küdurətdən təmizləsin. Allah bizi xeyr üzərində eləsin. Allah Teala ölkəmizi qorusun, ölkə başçımızı qorusun. Allah Teala onun haqq üzərində sabit etsin və düşmənləri məhv eləsin, öz fitnələrini öz başlarında çatlasın. Allah Teala əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun, hidayət versin, doğru yola yönətsin. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruka və natubu ileyk.